Azərbaycanda heyvan xəstəlikləri ilə bağlı yeni risk faktoru yaranıb. Buna səbəb isə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, eləcə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı dabaq xəstəliyinin SAT1 serotipinin Yaxın Şərq və Qərbi Avrasiya regionlarında aşkar edildiyini bəyan etməsidir. Rəsmi məlumata görə bu serotip artıq Türkiyə və İraq ərazilərində təsdiqlənib. Region xəritəsinə görə Azərbaycanda risk zonasında yer alır. Risk faktorunu nəzərə alan Aqrar Xidmətlər Agentliyi əlavə təhlükəsizlik tədbirlərini start verib. Bu məqsədlə planlaşdırılmış illik peyvənd proqramına əlavə olaraq SAT1 serotipinə qarşı vaksinin xüsusi tədarükü həyata keçirilib. Aidiyyatı qurumlarla razılaşdırılmış şəkildə profilaktik peyvəndləmə prosesinə artıq başlanılıb. Biz də bütün fermerləri və təsərrüfat sahiblərini buradan çağırırıq, onlara çağırış edirik ki, öz heyvanlarına bu peyvəndləmə tədbirlərinə cəlb eləsinlər, xəstəlik həkimlərinin şərait yaratsınlar və onların heyvanların sağlamlığı yəni bu təhdüdə qarşı immunitet yaratmaq lazımdır ki, yəni bu SAT1 dabaq xəstəliyinin SAT1 serotipi çox sürətlə yayıldığına görə, yəni bizə qonşu ölkələrdə məlumat çatır. Ona görə də peyvəndləmə tədbirləri burada əsas şərtdir və öz heyvanların peyvəndləmə tədbirlərinə cəlb eləsinlər və bu risklərin qarşısını alsınlar. Yusif İbrahimov həmçinin onu da bildirdi ki, dabaq xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısını almaq təkcə peyvəndləmə prosesi ilə kifayətlənmir. Paraleldə digər qabaqlayıcı tədbirlər də icra edilir. Biz məlum olduğu kimi heyvan hərəkətinin müəyyən məhdudlaşdırılması olmuşdu. Heyvan bazarlarında dezinfeksiya işləri aparılmışdı. Hal-hazırda sərhəd məntəqələrində də Aqrar Xidmətlər Agentliyinin itabəli qurumları tərəfindən yük maşınlarının dezinfeksiya işləri aparılır. Aqrar Xidmətlər Agentliyindən yayılan məlumata görə peyvəndləmə işləri bu ilin sonuna qədər tamamlanacaq. Məqsəd xəstəliyin ölkə daxilində yayılmasının qarşısını almaq, heyvandarlıq təsərrüfatları üçün mümkün itkiləri minimuma endirməkdir. Agentlik həmçinin vurğulayır ki, epizodik sabitliyin qorunması üçün biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi, təsərrüfatlarda dezinfeksiya qaydalarına əməl edilməsi və nəzarət mexanizmlərinin daha da sürətləndirilməsi davam etdirilir.